Smesi necə çıxarmaq olar? Qarışıqla qidalanmanı bitirməyin məntiqi ana südü ilə qidalanmada olduğu kimidir. Bizim üçün çox vacibdir ki, uşaq gündüz ona smesi verildiyini başa düşsün. Gündüz 1-2 smes qidalanmanı saxlayırıq. Bundan sonra gecə qidalanmalarını azaltmağa başlayırıq. Bunu necə edirik? Çox vacibdir ki, uşaq butulkasız yatsın. Çünki tez-tez praktikanda görürəm ki, ana uşağı çarpayıya qoyur, butulka verir və uşaq onunla yatır. Bundan sonra uşaqlar tez-tez yuxunu uzatmaq üçün oyanırlar. Onlar gündüz yeyə biləcəkləri porsiyanı yemirlər. Onlar az-az yeyirlər, 60 ml, bəzən hətta 30. Bu nə deməkdir? Bu o deməkdir ki, uşaq biraz əmib və yatıb. Bizim üçün vacibdir ki, fasilə verək və də bağırsaq sistemi dincəlsin. Deməli, birinci etdiyimiz budur. Gecə yuxusuna getməzdən əvvəl uşağı ayıb vəziyyətdə qoyuruq, ona qucağımızda butulka veririk ya da uşaq qucaqda olmaq istəmirsə, onu divanda ya da çarpayıda yanımıza qoyub söhbət edərək yedizdirə bilərik. İndi sən yeməyini yeyəcəksən, dovşanlar, aylar artıq çarpayıda butulka əmirlər, mən də sənə qoyacağam və yatmağa kömək edəcəyəm. Biz elə bir kömək üsulu seçirik ki, uşaq onu düzgün qəbul etsin. Ona kömək etmək üçün biz onun əllərinin, ayaqlarını sıxa bilərik, müxtəlif hərəkətlər edə bilərik, ona üfürə bilərik, musiqi qoşa bilərik ki, uşaq ona diqqətini yönəltsin, fikrini dəyişsin və bu yuxu musiqisi olmur. Ümumiyyətlə, üsullar çoxdur. Siz onları seçə biləcəksiniz. Mən buna inanıram. Daha sonra bizə başa düşmək vacibdir ki, elə uşaqlar var ki, naməlum vəziyyətə düşəndə birdən-birə oynamağa və ya aqressiv olmağa başlayırlar. Əgər uşaq oynayırsa, ona biraz oynamağa imkan verin, amma onunla ünsiyyətə girməyin. Siz onunla nə qədər çox danışsanız, o bir o qədər uzun oynayacaq. Əgər uşaq aqressivdirsə, təpik atırsa, çırpınırsan, başınıza vurursa və ya saçınızı dartırsan, yaxud başqa bir aqressiv hərəkət edirsən, onda ona biraz döyməyə, qışqırmağa imkan verin və bundan sonra o sizin köməyinizi qəbul edəcək. Əllərinizin altında əriməyə başlayır. Uşaq köməyi qəbul edəndən bundan sonra biz sadəcə onu axtarırıq və yatmasına kömək edirik. O, yatdı. Bundan sonra vacib bir addım var. İlk oyanma baş verərsə və bu 2 saat ərzində olarsa, biz butulka vermirik. Bunu etmək lazım deyil. Uşaq burada özü öhdəsindən gələcək. Siz də öhdəsindən gəldiniz. Növbəti qidalanma, uşaq oyandıqda siz butulka verirsiniz, amma bunu çarpayıda yox, məsələn, qucağınızda və ya öz yatağınızda edirsiniz. Butulkanı verdiniz və sonra artıq butulkasız şəkildə çarpayıya qoydunuz, o da yatır. Yəni, siz bacarıq qazandırırsınız. Əgər uşağın qarışığı çoxdursa, məsələn, hər dəfə 120 ml içirsən, bəzi qidalanmalarda hər dəfə 30 ml azaldın, bunu 5, 6, 7 gün aralıqla edin. Siz 30 ml azaltdınız. Siz həm uşağın mədə bağırsaq traktını, həm də bacarığını hazırlayırsınız. O, artıq butulkasız da yata bilər. Siz miqdarı maksimum dərəcədə, yəni 30-60 ml endirdikdə artıq tamamilə çıxara bilərik. Bəli, o butulka olmadığına görə biraz narahat olacaq, amma yatmaq bacarığı var və də bağırsaq sistemidən əslində artıq hazırdır. Sadəcə ona biraz bu kiçik aclığı yaşamaqda kömək edin və hər şey alınacaq. 1 yaşında olan süni qidalanan uşaqlar artıq gecə yemək yemirlər. Siz yatmazdan əvvəl butulka verirsiniz və ya səhər tezdən ya da səhər yeməyinə gedirsiniz.